bir məclis olur, yas məclisi, dığ məclis başlayandan axıra kimi nədən danışırlar? Atam belə gəldi, oğlum universitetə girdi, filan kəs belə oldu, nə bilim filan şey. 2 saat orada oturacaq, heç imkan da vermir ki, yanındakı neynəsin? 2 kəlmə Quran ayəsinə qulaq assın. Amma qıraqda gedib danışanda, bilirsiniz neynirlər? Ərəbcə danışırlar, oxuyurlar, heç nə başa düşmürük. Mollalar gəlib oxuyub, çıxıb gedirlər də, nə başa düşürük? Azərbaycanca oxudu, Azərbaycanca sən bir ayəyə qulaq astın axı. Bir dənə Quran ayəsinin izahını sən dinlədin axı. Ümumilikdə olaraq biz cəmiyyət olaraq bu işə görə nədir? Məsuliyyət daşıyırıq. Bu bir nəfərin işi deyil ki. Allah deyəcək, oturmuşdunuz orada, yanındakı danışırdı.